Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş görürük sizləri. Kanalıma, evimə, mətbəximə xoş gəldiniz. Necəsiniz? Xanımlar, hər birinizə təşəkkür edirəm. Gözəl rəylər yazdığınız üçün, xoş diləkləriniz üçün, xoş sözləriniz üçün. Hər birinizdən Allah Taala razı olsun. Allah Taala hər birimizin balalarını qorusun. Allah Taala cümləmizin yardımcısı olsun. Xanımlar, keçən videonu izləyən xanımlar bilirlər, mənim balalarımın, övladlarımın evli il dönümləridir. Oğlumla gəlinimin 3 illəri tamam olur. Deməli, ayın 3-də, bu gün ayın 5-idir. Bunlar ayın 3-də çəkilən videolardır. Ayın 2-si çəkdiyim video, sonra 3-ü səhərə, axşam səhərə qədər, yəni etdiyim salatlar falan dünən sizlərlə paylaşdım. Elə bunu da bugün paylaşmaq istəyirəm. Çünki çox keçmədən ard-arda paylaşmaq istədim. Xanımlar, səhərə qədər elə salatları elədim, bitirdim. Sübh namazında qıldım, sübh namazından da sonra qalanları etdim. Burada qazan dəstini gətirmişəm. Orada pəncərədən də hiss olunur ki, səhər hələ tam açılmayıb, hava tam işıqlaşmayıb. Yəni mən artıq işlərimi bitirmişəm. Onları keçən videoda, dünənki videoda sizlərlə paylaşdım. Sonra gətirdim qazan dəstimi. Təzə qazan dəstimi özümə hədiyyə etmişdim ad günümdə. Təbii ki, bu bir zarafatdır. Mən heç bu qazan dəstini sifariş edəndə ad günümü xatırlamırdım. Sadəcə həmin vaxtda təsadüf etdiyi üçün elə demişdim. O zaman da qeyd etmişdim. Bunları xanımlar heç istifadə etməmişik. Sadəcə hər birini bir dəfə reklam üçün çəkmişəm. Viplav şirkəti ilə mənim müqaviləm var. Onların məhsullarını tanıdıram. Yəni hər birini bir dəfə reklam üçün istifadə etmişəm, paylaşmışam. Yəni həmin reklamdan da qazandığımı övladlarım üçün xərcləyirəm də xanımlar. Nəvəm üçün xərcləyirəm, tutaq ki, gəlinim üçün xərcləyirəm. Belə özəl günlərdə bunları istifadə. Yəni mən əslində deyirəm istifadə edək, günay deyil, yox ay mama, qazandan çox qazan, qoy qalsın özəl günlərdə istifadə edərik. Yəni belə heç istifadə etməmişik. Sadəcə hər birini bir dəfə reklam üçün istifadə etmişəm. İndi bunların, yəni övladlarımın evli il dönümü üçün bişirdiyim yeməkləri bunlarda etdim. Keçən il Günayın ad günündə Karaca'dan aldığım çelik qazan dəsti var idi. Heç istifadə etməmişdim. İlk dəfə Günayın ad günündə istifadə etdik. Heç ondan da sonra etməmişik. Çünki o cür çelik qazan dəsti yəni mənim var. Korkmazımdır, varımdır. Sadəcə onlar Karacanındır. Yəni hamısını bir-birinə nəyə qataq ki, hamısının belə deyək, açaq dökək istifadə edək. Elə özəl günlərdə bir dəfə istifadə etmişik. Bu qazan dəstinin indi balalarımın evli il dönümündə istifadə edirəm. Hər biri bir dəfə istifadə olunub, yuyulub, yəni yerinə qoyulub, amma yenə də hər birini yudum, sildim. Burada nəyi göstərirəm xanımlar? Deməli, yağ 750 millidir, amma mənim qabımda 700 milli. Yəni o qədər oldu. Onu göstərirəm sizlərə. Yağlarımı da əlavə edirəm. Bir-bir ardıcıl işlərimi görürəm. O qazan dəstlərini Günay maşallah elə gözəl pakovka edir ki, xanımlar. Mən edə bilmirəm. Qazanları qoyuram, 3-4'ü qalır yerdə, qapağı bağlanmır karobkanın. Günay elə qəşəng onları pakovka eləyir. Mən hər dəfə birini çıxardıb reklam üçün istifadə edəndə. Sonra elə qəşəng pakovka edir ki. İndi də hamısını dünən yığışdırıb, deyirəm, ay Günay qoy qalsın istifadə edək də. Deyir, ay mama, özəl günlərdə istifadə edərik. Elə gözəl pakovka eləyib, hamısını yığıb yenə. Dünən hamısını yuydu, sırağa gün, dünən hamısı yuyuldu, yığdı, pakovkaladım. Belə gözəl xanımlar, burada mən elə yeməkləri hazırlayarkən sizlər üçün çəkmişəm. Hamısını sevgi ilə edirəm. Hər şey balalarımız üçündür. Deyir, ana kötükdür. Ana kötük olmalıdır. Yəni evdə ana həqiqətən ana olmalıdır. O yerdəki böyük yox, o yerdəki ədalət olmadı, dürüstlük olmadı, xeyirxahlıq olmadı, orada böyüklük olmaz. Mütləq, yəni evin böyüyü əsasən də ana, lap məsəl üçün bütöv ailələr olsa belə, kişi
belə deyək də, bayırdan qazanıb gətirsə belə, ailəni içəridən üzr istəyirəm, qadın idarə edir, ana idarə edir. Ana da yəni ədalətli olmalıdır. Tək yəni gəlin mənasında, kürəkə mənasında yox, övladlar arasında da ədaləti bərqərar etməlidir. Ədalətli olunarsa, böyük ədalətli olarsa, dürüst olarsa, mərhəmətli olarsa, yəni inanın ki, hər şey çox gözəl olur. Xanımlar, burada quzu ətidir almışam. Deməli, burada nə edirəm? Hamısını sırf uşaqlarımın, yəni evlilik dönümü üçün almışam. Yəni evdən götürməmişəm. Sırf onların özü üçün belə deyək, alış-veriş etmişəm. Quzu ətidir. Burada artıca 1 kilo 200 qramdır quzu ətidir. Bahadır xanımlar, hər şey bahadır. Quzu əti 20 manatdır. Keçən videoda gördünüz də, quzunun içalatı deyirik də biz, içalatı, yəni o ciyəri, ürəyi 20 manat. Yəni dəhşət. Yəni 15 manat alırdıq da, lap belə axırıncı dəfə 15 manat almışdım. Acı bibərli bütöv şəkildə qoyuram xanımlar. Buğlama edirəm, həmişəki kimi də. Kələm dolması edirəm, yarpaq dolması edirəm. Kələm dolması şabalıdlandır, üzərinə də heyva düzürəm. Belə aş edirəm. Allah Taala bütün balaları xoşbəxt eləsin, bütün evlərdə əmin-amançılıq olsun, bütün subayla, bütün evlərdən toy nişan səsi gəlsin, bütün övladlar xoşbəxt olsun, bütün subaylara toy nişan qismət olsun. Bizlər də övladlarımıza baxaq, balalarımıza baxaq, sevinək. Xanımlar, mən oğlumla razıyam, gəlinimlə də razıyam. Yəni həqiqətən tək olmur da, tək tərəfli olmur. Sırf üzərinə də xanımlar limonun suyunu sıxıram, limon özünü də qoyuram. Çünki suyu tam sıxılmır deyə. Limon sıxanım var, sadəcə yuxarı dolabdaydı, götürə bilmədim. Məncə yox, elə bu, yəni mənim fikrim deyil. Yəni belə standart fikirlər üzərində mən danışıram. Yəni doğru fikirlər üzərində həmişə fikrimi mən çatdırmaq istəyirəm. Sırf öz fikrimi yox. Evdə oğul da yaxşı olmalıdır, gəlin də yaxşı olmalıdır, qaynın da yaxşı olmalıdır. Bir tərəfli olanda olmur. Amma ən yaxşı, ən fədakar. Xanımlar, qazan dəstimi gördünüz. Deməli, 3 dənə, bir dənə aş üçündür qazan, bir dənə dolma, da belə deyək, dolma üçündür qazan, bir dənə balaca idi qazan. 20 santimlik, 24 santimlik, 28 santimlik idi qazan, bir süd qabı idi, 2 tava idi. Tavaların qapağı yox idi. Burada göstərdiyim tək tavanı, mən ona tava deyirəm, amma əslində o alçaq qazan gedir, 2 qoplu. Onu da ayrıca almışdım. Xanımlar hər zaman soruşurlar qiymətini, buradan da deyim. Xanımlar, hər yerdə var, İrşadda var, Konta.com-da var. Mən öz işlədiyim şirkətdən, Viplav şirkətindən almışam. Bizdə biraz bahadır. Nəyə görə biraz bahadır? Çünki biz onu aldığımız zaman balda qazanırıq oradan. Həmin balla da qazanc əldə edirik və yaxud da məhsul vururuq. Yəni onu da şirkət hesablayır təbii ki, biraz baha qoyur. Yəni digər mağazalarda bizdən biraz ucuzdur. Biz oradan bal qazanırıq deyə, yəni ona görə. Mən deməli 500 manata yaxın almışdım, həmin o qazan dəstini biraz öncə göstərdim. Qaşıqlar falan 15 ədəddir də. Onları deməli 483 manat ya 87 manat, 500 manata yaxında. O da 30% endirimlə ha xanımlar. Yəni 30% endirmə düşmədiyi zaman 600 manata yaxındır bizdə. Mən amma 30% endirmə düşdüyü zaman 587 manat, 487 manat, 500 manata yaxın almışdım. Burada nəyə göstərirəm xanımlar? Bu zirinc evdədir, digərini almışam. Rəngi görün necə gözəldir. Bu evdəki rəngi biraz tündür. Dedim onu başqa qaba tökərəm. Bu yeni aldığım rəngi qəşəngdir, onu istifadə edərəm. Onu da çaşmışam, elə o biri tündü yumuşam. Bunları apardım, o tərəfə qoydum. Sonra da onu götürdüm, çaşdım, onu yudum. Burada göstərirəm sizə. Onu yuduğum üçün də onu istifadə edirəm. Necə deyərlər, qismət beləymiş. Amma əslində istədim o açığı edəm. Belə xanımlar, deməli o qazan dəstini 500 manata yaxın almışdım. Sonra tək o tavanı ki göstərdim. Onu 30% endirimlə 110 manat almışam. Belə bahadır, 143 manat necə. 110 manat aldım.
Sonra tək bilinç kitabasını almışam. Hamısını 30% endirimlərə düşəndə almışam. Onu demək birinci kitabasını 50 manat almışam, amma belə bahadır 65-75 manatdır. Sonra balaca bir yumurta bişirmək üçün tavasını almışam. 2 dənə deməli elektrik çaynikini almışam. 2 dəst bıçaq dəstini almışam. Belə də yəni ayrı-ayrı almışam, belə birləşdirmişəm. Amma çox keyfiyyətli məhsullardır. Düzdür, hərəsindən bir dəfə istifadə etmişdim. Amma ki, yəni məhsul əlimizə aldığımız zaman bilirik də, keyfiyyətli məhsul, kalitəli məhsul bilinir də. Belə. Burada da düyünü isladıram, xanımlar. 3 stəkan edirəm düyü, çox etmirəm. Çünki salatlar çoxdur. Keçən video izləyən xanımlar görüb. Ona görə də çox etmirəm. Nə edirdim xanımlar? Deməli, mənə görə bir tərəfli olmamalıdır. Bir tərəfli olduğu zaman bir yerə qədər olur. Nə qədər yaxşı insan olursan ol, nə qədər mərhəmətli olursan ol, nə qədər ədalətli olursan ol, nə qədər iyi niyyətli, iyi qəlbli insan olursan ol, sonunda qarşındakı sənə davrandığı kimi davranmaq məcburiyyətində qalırsan. Ən azından da, yəni onun kimi davranmasan da, yəni sərhəd qoyursan artıq arana. Artıq o yaxşılığı dayandırırsan. Yəni bir insana bir dəfə yaxşılıq, 2 dəfə yaxşılıq, 10 dəfə, 100 dəfə yaxşılıq o insan bilmirsə, təbii ki, o yaxşılığı dayandırmalıyıq. Biz onun kimi pislik etməməliyik, amma dayandırmalıyıq. Artıq başqalarına yaxşılıq etməliyik. Yəni bir tərəfli olmamalıdır. Amma mən düşünürəm, yox, yəni bu doğru fikirlər üzərinə deyirəm, ən fədakar elə qaynan olmalıdır. Ən yaxşı qaynan olmalıdır. Çünki oğul cavandır, gəncdir, gəlin cavandır, gəncdir. Təbii ki, onlar da yaxşı olmalıdır. Cavan, gənc olanda nə olar? Bəzi şeyləri başa düşməyə bilərik, amma insanlıq hər şeyi də başa düşürük. Amma ən fədakar evin böyüyü olmalıdır, qaynan olmalıdır, ən yaxşı da olmalıdır. Məncə bütün ailələrdə belə olmalıdır. Yəni, bəzən olur ki, gəlin çox yaxşı olur. Məsəl üçün, məncə qaynan üstələməlidir yaxşılıqda. Çünki belə deyək də, bir yerdə yaşanılırsa, o evin böyüyü o qaynanadırsa, yəni o qaynana yaxşı olduğu zaman, onun yaxşılığı daha üstdə olduğu zaman o ailədə əmin-amançılıq ola bilər. Gəlin nə qədər yaxşı olur olsun, qaynana yaxşı olmasa, o evdə əmin-amançılıq ola bilməz. Oğul nə qədər yaxşı olur olsun, ana yaxşı olmasa, yəni evin böyüyüddə, o evdə əmin-amançılıq ola bilməz. Mütləq ki, mənə görə yox, yenə deyirəm, doğru fikirlər üzərinə danışıram. Evin böyüyü, ana, qaynana mütləq ki, daha yaxşı, daha fədakar, daha altdan alan olmalıdır, daha can yandıran olmalıdır. Mən belə başa düşürəm. Belə olduğu zaman, təbii ki, oğul da anadan aşağı olsa da, oğul da yaxşı olmalıdır. Gəlin də qaynadan aşağı olsa da, o da nə məndə aşağı, yəni fədakarlığı, yaxşılığı aşağı olsa da, onlar da yəni yaxşı olmalıdır ki, yəni ailə əmin-amançılıq içərisində irəliləyə bilsin, addımlaya bilsin. Bizim evdə belədir. Oğlumla razıyam, gəlinimlə də razıyam, hər zaman deyirəm. Bundan sonra mənə nə lazımdır? Onlar sadəcə mənə hörmət etsinlər. Başqa heç bir şey. Sadəcə hörmət. Hörmətimi saxlasınlar. Vəssalam. Hörmət də deyərkən, bəzən olur ki, olur da həyatda çox elə rastlaşmışam. O qədər yaxşılıq edirsən. Onlar da xanımlar, həmin qazan dəstinin içərisində də atlıqlarıdır. Çox bəyəndim. Belə qazanı götürdüyümüz zaman, yəni belə çox rahat şəkildə dəzgahın üzərində belə sürüşür o tərəfə, bu tərəfə. Gərək olmur qazanı götürüb o tərəfə qoymağa. Həyatda o qədər yaxşılıq etdiyim insanlar olub ki, məni elə bil ki, çox üzr istəyirəm, aptal yerinə də, avam yerinə, çox üzr istəyirəm də, axmaq yerinə qoyublar. Güya ki, hədə mənə hörmət edirlər belə sözdə, amma axmaq yerinə qoyublar məni. Elə yox da. Sözün əsl mənasında insan hörməti saxlanılsın, vəssalam, başqa heç bir şey. Nə oğlumdan, nə gəlinimdən mənim bəkləntim yoxdur, heç bir şey. Mənim gözləntim, daha doğrusu, öz dilimizdə deyək, gözləntim ancaq Allahdandır. Balalarım mənim canımdır, amma gözləntim onlardan deyil. Mənim gözləntim Allahımdandır. Yəni, sadəcə oğlum, gəlinim mənim hörmətimi saxlayırlar, saxlasınlar, bu mənə yetərlidir. Gəlinim də ağıllı gəlindir, ağıllı xanımdır, ağıllı qızdır. Oğlum da
ağıllıdır. Yəni ona görə də yəni normal həyatımızı huzur içində yaşayırıq, gedirik. Belə. Bəzən deyirlər ki, kalsın. Hey gözəl xanımlar, xanımlar gördüm video uzun olacaq. Videoda deməli gedirəm tortu gətirməyə. Tortu gətirirəm, elə həyətdə gəlirəm, orada videonu sonlandırıram. Görəcəksiniz videonun sonunda. Çünki video uzun olur. İnanın ki, çox əziyyət çəkmişəm videonu çəkənə qədər. Həm iş görürsən, həm çatdırmaq istəyirsən. Çünki günorta yedilər, içdilər, getdilər şəhərə. Və günortadan sonra getdilər, axşam üçü yemək üçün getdilər şəhərə. Günorta axşam arası yəni evdən çıxdılar. Mən də getdim tortu gətirdim. Şar tortu olar gətirdim. Axşam olar gələndə, oğlum gəlim gələndə tortu kəsdik. Hədiyyələrini verdim. Yəni mən də bunları çatdırmalıyam, həm video çəkməliyəm, həm də yəni bu da mənim işimdir. Həm onu etməliyəm, həm bunu etməliyəm. Ona görə də əziyyətlə çəkmişəm, istəyirəm videom izlənsin. Ona görə də video uzun olmasın deyə, sizi sıxmasın deyə o tort hissələr, onlar tort kəsmə, hədiyyələr olar inşallah növbəti videoda. Belə. Yeməklərim hazır olur, balalarım yeyir, içir. Onlar gedəndən sonra Məli evdə qalır, oğlum evdə idi, öbürü balaca oğlum. Məli qalır evdə, mən gedirəm, tortu, şarı gətirirəm. Bunlar da yeməyimin son vəziyyətlərim. Heyva bu cür çox dadlı olur, xanımlar. Bişir, çox dadlı olur. Orada heyvanı göstərdim sizə. Xanım, o heyvanı 2 manat 50 qəpiyə almışdım. Yəni kilosunu çox gözəl. Yəni yemək üçün çox gözəldir. Belə mürəbbi üçün almışdım 1 manat 50 qəpiyə. Amma yemək üçün 2 manat 50 qəpiyə olan yaxşıdır. Burada da bankaları yuyuram, gətirirəm, açıram, süfrəm bəzəməyə də. Oğlum evdədir, xanımla çəkə bilmədim. Çatdırmadım, həm də oğlum manesi törədir də icazə vermir, çəkə bilmədim. Elə belə çəkdim. Elə belə görməniz məncə yetərlidir. Allah Taala bütün yaxşı gəlinlərin qarşısına, yaxşı qaynana çıxarsın, rast gətirsin, yaxşı qaynanaların qarşısına, yaxşı gəlinlər. Ümumiyyətlə Allah Taala yaxşı insanları, yaxşı insanlarla qarşılaşdırsın. Yəni pislər də özü bilər. Hər kəsin özü kimi insanlarla qarşılaşdırsın. Çünki kimdən soruşsan deyəcək mən pis deyiləm. Amma yaxşı olar ki, pis tərəflərimizi də görməyə bacaraq. Necəyiksə özümüz kimi insanlarla Allah Taala bizi qarşılaşdırsın. Xanımlar, hər birinizi öpürəm. Allah manda qalın, Allaha əmanət olun. Uşaqlarım yedi, içdi, onlar getdilər. Mən də gedirəm tortu gətirməyə. Burada da xanımlar, deməli, gedirəm işarları almağa. Orada videonu da söndürürəm ki, rahat çəkə bilim. Siz demə videonu söndürməmişəm. Elə orada nə çəkib onu da sizlərlə paylaşmışam. Amma belə uyğunsuz göstərib də. Sadəcə səsim istədim ki, elə onu da eşidəsiniz. Öpürəm xanımlar, hələlik. İnşallah videonun davamı ya sabah ya bir gün sizlərlə paylaşacağım. Gözəl, mənim tortum. İndi belə qəşəng bağlamırsınız, qırmızı katına zadla.
Necəsən gözəl? Necə? Sağ ol. Tortumu götürdüm. Yazın şarları. Ürək var. Qırmızı ürək. Bu qapını örtüm. Fayqan istəyirsən, adi fayqan. Necə? Fayqan olsun, adi şar. Saxlayayım bir. O biri nədir ki? Belə ürəkdir, acı heç bundan qalmıyor ki. Bir də fayqa var belə. Yox, onlar heç mən xoşum gəlmir. Fayqadan. Hə. Onda belə qırmızı verə biləcəm sizə. Necə qırmızı? Adi bildiyimiz qırmızı şar. Hödür, ha olsun. Olsun, fayqa. Hey, onu istəmişdiniz də, sizə Hə, hə. neçədən verim? Yəni bir 5 dənə istəyirəm, bir də görünür partlayır. Siz gəlmiş istəyirsən, təngələfəsi Hə, olmuşsun. tortu götürdüm. Karibkalardan götürüb gəlmiş amma. Aldım da. Sonradan götürüb gəldim. Hə, aldım. Sən necə verirsən? 5-ə? Vay, vay. Heç yanlışdır. 8-ə. Özdə hələ bugünkü sanki tünd qırmızı düşdü. O heç tünd qırmızı da dördü. Belə biraz açıq idi. Nəsə elə bir defekçi mi idi? Mənə də deyək ki şeydi. Nədir? Hə, o nədir?